Vaxtınız xeyir, hamını salamlayıram. Aldığımız nəfəsi, borçlu olduğumuz şəhid analarının qarşısında baş əyirəm. Əllərindən öpürəm, ağarmış saçlarından öpürəm və bugün Azərbaycanda və dünyada çox qəribə hadisələr baş verir. Biz ana olaraq, qadın olaraq, vətəndaş olaraq hər şeyi vətənə borçluyuq. Hər şeyi vətən üçün yaşayırıq və bu illər ərzində də çox acılar yaşadıq. Bizim acılarımıza bir bərk olduq, bir-birimizi qucaqladıq və milyonlarla şəhidin qaçqınına sahib çıxdıq, şəhid analarımıza sahib çıxdıq, itkin analarına sahib çıxdıq. Bugünsə biz də bir zamanlar gənc qızlar idik, indi bugün yaşlı analarıq, yaşlı qadınlar. Lakin bugün gənc qızlarımızın, gənc qadınlarımızın qəribə işləri baş verir, qəribə hadisələr baş verir onlarla. Azərbaycanda mən indi bu hadisələr belə olandan sonra tanımışam. Samirə Əfəndi deyə, bilmirəm əfəndi nə deməkdir, hər halda əfəndiyə var. Samirə Əfəndi və Şəfəq Novruz. İki Azərbaycan qızı, mən onların qanının təmizliyinə də şübhə edirəm artıq və təmizdirsə qanları təəssüf edirəm. Ermənilərlə, erməni lənət şeytan, oğlanlarla, qədələrlə qucaqlaşıb videolar paylaşmaq, biri onları müqəddəs adlandırır, biri onları haqqı hər şeyə çatan adlandırır. Mən başa düşə bilmirəm. Bunların məqsədi nədir? Azərbaycan dövlətinin sülhə qarşı addımlarını çox müsbət qarşılayırıq. Azərbaycan Respublikası Prezidentini buradan ayrıca salamlayırıq. Qarabağı həmin o qızların qucaqladığı ermənilərin dədələrindən, atalarından aldıq, işğalından azad elədik. Lakin bu qızlar, bu Samirə Əfəndi ilə Şəfəq Novruz Azərbaycan qadınının adına yaraşmayan hərəkətlər edirlər. Mən heç Sovet vaxtı da ermənilərlə o qədər yaxınlıq eləməmişəm, eləyə bilməmişəm. Hətta iş yoldaşlarımla belə münasibət qurmamışam, erməni iş yoldaşlarımla. Bugün bunları məcbur eləyən nədir? Planetin bu tərəfindən o tərəfinə gedən kimi ermənilər bunlar üçün müqəddəs insan olur. Başa düşdük Şəfəq Novruz, sənin müəllimindir. Müəlliminə hörmətin ola bilər. Amma sənin ən birinci hörmətin sinəsi dağlanmış şəhid analarına. 1992-ci ildə oğlun vətən uğruna bastıran Rəxşəndə anadır. 2023-cü ildə antiterror savaşında oğlu şəhid olan Telli anadır. 1992-ci ildə həm döyüş yoldaşı, həm qardaşı olan şəhid Şəmsinin bacısı Həmidova Səkinədir. Şəmsidən bugün də heç bir xəbər yoxdur. Şəmsi bugün hardadır, məzarı hardadır, hansı torpağın altındadır, torpağın altındadırmı bilmirik, xəbər yoxdur. Heç olmasa o erməniləri qucaqlayanda sinəniz bir göynəsəydi, şəhidin sinəsinin dağını bir hiss ediniz, bir görsəydiniz, bir onların acısını az da olsa yaşasaydıq, Samirə, səni heç kim Qazaxıstanda öldürməyəcək. Artistik bax budur. Artistik. Məni öldürərdilər. Öldürəydilər. Sən ölənlərin hansından artıqsan? Öldürərdilər, tarixdə yaşayardın. Samirə Əfəndi kimi. Amma indi Samirə baş alçaqlıqsan. İstəyirsən məni məhkəməyə verməksən, mən hazıram. Akifin ağını vermək istəyirsən, o da hazırdır. Kimi məhkəməyə vermək istəyirsənsə buyur. Bizim şəhidlərimizə, şəhid analarımıza sayğısızlığına görə
səni mən Azərbaycan vətəndaşı, Azərbaycan qızı, Azərbaycan qadını hesab eləmirəm. Çox təəssüf eləyirəm ki, bu torpağın üstündə böyüdüm və bu torpaqdan barın. Çox təəssüf eləyirəm ki, bu millət sənə təhsil verdi. Çox təəssüf eləyirəm, millət sənə sənət verdi. Çox təəssüf. Sənin ən birinci vəzifən şəhidləri, şəhid analarını Azərbaycan dövlətinin dövlətçiliyin, bayrağın qorumaqdır. Mən erməninin haqqına girə bilmərəm, girmə. Erməni sənin haqqına çoxdan girir. İllərdir milyonla insanımızı qaçqın elədilər. Bəs o təhsildən yayındı, təhsildən kənarda qalan uşaqların haqqını kimdən alaq Samirə? Kimdən? Şəfək, sən uzağı o qədədən saç kəsməyi öyrənmişsən. Ayrı bir şey, sən ən yaxşı saç kəsənsən bütün hallarda. Bundan artıq bir şey deyilsin. Və sən heç bir şəhid deyilsən. Heç biriniz, heç bir şəhidin qanına layiq deyilsən. O şəhidlərin qanı sizə haram olsun. 1992-ci ildə bu dünyadan bir oğul köçdü. Ceyhun Kərimov və Ceyhun Kərimov vətən uğruna köçdü. Ceyhun Kərimovun illərdir, gecələr göz yaşların yastığına tökən anası Rəxşəndə ana buradadır. Rəxşəndə ana neçə gündür zəng eləyir, xahiş edir ki, sözümüzü demək istəyirik. Mənim yaramın közüm qopartdı bu qızlar. Rəxşəndə xanım, buyurun. Mən bunu demək istəyirəm ki, yəni özü bu qızlar özləri ana deyilmi? Ana deyilmi? Anaların, biz anaların ürəyinin yarası qətməyi qorxmamış, qarsaqlanmamış. Biz anaların evlatları ali məktəblərini yarımçıq qoyub, onlar üçün canından keçib, onlar üçün anaların ağları qoyub, vətən uğrunda canından keçib. Onlar bunları fikirləşmədimi? Mən bir şəhid anası kimi, mən onun Azərbaycan qadını kimi adlandırmağına qarşıyam. O Azərbaycan qadını deyil. Onun qanında qarşılıq var ki, o bu şəhidləri bu qədər şəhidlərin üstünə keçib erməni oğlanları ilə qucaqlaşır. Yəni mən buna qarşıyam. Mən bir ana kimi mənim yanımda ali məktəbini yarımçıq qoyub, institutu yarımçıq qoyub, ondan ötə əziyyətliyə gələn oğlumun anası kimi mən bunlara qarşıyam. Allah rəhmət eləsin bütün şəhidlərimizə, hamısının ruhu şad, məkanı cənnət olsun. 2023-cü ildə Azərbaycanın qəti qələbəsinə, son qələbəsinə nöqtə qoyan oğullardan biri də bizim Vüqar balamız idi, Eyvazov Vüqar. Eyvazov Vüqarın anası Telli ana. Balasının, necə deyərlər, kəfəni hələ soyub. Telli ana, siz nə deyərsiniz? Mən nə deyim? Sən o ermənini qucaqlayanda hiss eləmədin ki, o erməni mənim oğlumun sinəsindən vardı. O qolu necə qucaqladın, o insanı sən necə qucaqladın? Yaxşı, sən onu qucaqlayacaqdınsa, bu boyda şəhidləri biz niyə verdik? Şəhidlərimiz niyə getdi? Cavan balalarımız getdi, narçan balalarımız getdi, arzuları ürəyində qalan balalar getdi. O körpələr bu torpağı artıqlıq edirdi. Sənin ürəyin sızıldamadı, sən o erməni qucaqlayanda sən fikirləşmədin ki, sənin o video telefonda, YouTube'da, internetdə paylaşılanda şəhid analar görüb isyan eləyəcək. Mən indi elə bilirəm ki, Vüqar indi şəhid olub. Mən yaram təzələndə. Olsa köhnəlməyib. Elə bilirəm, həmən adam vurdu Vüqarın sinəsindən. Bu adam getdi onu qucaqladı. Mən onu bağışlamıram. Allah da bağışlamasın. Allah rəhmət eləsin balanızı, telefon. Vallahi sizin narazılığınızı, narahatçılığınızı da keşke hamı mənim qədər, bizim qədər başa düşürdü. Keşke. Bizim Azərbaycanın doğurduğum dəyərli xanımlarından 2 nəfər, Elnarə xanım və Şəhla xanım da
bizim aramızdadır. Şəhla xanım daim olaraq şəhid analarının, şəhid ailələrinin, qazilərin yanındadır. Bunların tədbirlərindədir. Elnarə xanım onun kimi şəhidlərlə bağlı layihələr icra edirlər. Nə bilim, şəhid anaları ilə görüşlərə gedirlər ki, heç olmasa onların bir az da olsa yarasına məlhəm ola bilək. Səkinə də deyir ki, mən bilmirəm, hər halda Səkinə xanım Həmidova iki kəlmə bir söz desin, sonra da Şəhla xanım Hüseynova, ictimaiyyətçi xanımı var. Dalınca da Elnarə xanım, mən sizi ayrı-ayrı təqdim eləməyim, siz elə bir cansınız, siz daima bir yerdə fəaliyyətdəsiniz, dalbadal sözünüzü deyin, xahiş edirəm. Biz sizdən nə qədər razıyıqsa, Allah da sizdən o qədər razı olsun. Səkinə xanım. Mən bu bir neçə ay qabaq o Səidə Vəkil qızı belə aranı qarışdı, Azərbaycanı çalxaladı, burada bir-birinə öz gərəksiz iddiaları ilə. Ermənistan mətbuatında da onu çox təriflədilər, çox alqışladılar. Hələ bunun əsəbi, məcburi köçkünləri, şəhid anaları, vardan yoxdan çıxıb yenə də hər bir zülmə yenə də dözmək üçün, yenə də Qarabağı dirsətmək üçün, Qarabağı abad eləmək üçün, o yerinə, yurduna qayıdacaq məcbur köçkünləri belə təhqir eləməsi Səidə Vəkil qızını. Və Azərbaycanda da onun tərəfini saxlayan ermənipərəstlərin, ermənilərin bu boyda aktiv olduğu, mən dəhşətə gəldim ki, nə qədər içimizdə yenə də erməni var. Qarabağı, Xankəndini ermənilərdən boşaltdıq, rədd oldular, gedilər. Özümüzdən olan ermənilər, ermənipərəstlər ermənidən betər olur. İndi son vaxtlarda onların danışan bu Samirə Əfəndi, Samirə Əfəndini heç mən tanımırdım, bir toy müğənnisidir, yoxsa vlogerdir. Sonra araşdım, baxdım ki, o Eurovision'da da bizi təmsil edib, bir biabırsı bir mahnı ilə ən axırda ikinci yer tutan, birinci yer tutan adam olur. Bu səviyyələ onu ikinci səfər, nətər bu digər mahnı yarışmasına bir jüri olaraq göndərdilər, onu da bilmirəm. Nə səbəbdən. Amma əsas gələk Samirə xanımı, xanım yox onun o 12 bal verib, həqiqətən də onun o 12 bal verdiyi musiqi bir ballıq musiqi deyil. Onun küçədə uşaqlarında, 5-6 yaşlı uşaqlarında həmin o ermənidən qəşəng ifadə edəcəyi mahnılardır onlar. Neçə illəri mahnılardır. Bu erməni qədəsi onu ifadə edir. Samirə Əfəndi ona təmtəraqlı sözlərlə, bir qucaqlamarla, bir ondan da əvvəl çəkilən o video çartda biabırçı, başına bir panama qoyub, banan gəmirmək saat, meymun kimi orada nə üzün göstərsiniz? Niyə bizim xalqı, milləti belə biabır edirsiniz? Sonra haqqına girmək istəmirəm, Samirə Əfəndi. Ermənilər 1900, hələ əvvəlləri o təhlil eləmək üçün, sintez eləmək üçün sənin başında o qədər bilirəm ki, ağıl çatmaz. 88-ci ildən bu tərəfə o dırnaq arası o Qazi Atandan soruş, 88-ci ildən bu tərəfə ermənilərin bizim haqqımıza girdiyini, o körpə Xocalıların haqqına girdiyini, Qarabağlıların haqqına girdiyini, biz 35 ildən... Kəlbəcərdə əsir düşməmək üçün özün dağdan atan qızların haqqına girdi. Ermənilər bizim namusumuza, qeyrətimizə, evimizə, eşiyimizə, balamıza, ərimizə, qızımıza, gəlinimizə təcavüz eləyib, haqqımıza girdi. O haqları kimdən gedir soruşa? Haqq nədir? Haqqa girmək nədir? Mən sənə təhlil eləyərəm hamısını. O qədər belə Azərbaycanın soyqırımından 25-30 illik bir tariximizdən bəri gəldi, 35 illik olsun. Biz neçə dəfə soyqırım, neçə dəfə qətliam görmüşük. Bizim haqqımıza kim girməz? Mənim qardaşım Həmidov Şəmsi Məhəmmədoğlu 93-cü ildə ermənilərin bizim kəndə girəndə qarşısını kəsib, kəndin cəmaatın qismən də olsa ermənilər az əsir düşmənin iştirakçısı oldu.
Onun bugünə qədər də ermənilər hələ elə öldürdülər, elə yerə atdılar, nə ölüsünü bilmirik ki, hardadır, nə dirisini bilmirik ki, hardadır. Mənim qardaşımın sümükləri Qarabağda hələ tapılmıyor. Mənim qardaşımla daxil olmaqla 3800 itkinin hələ qalığı tapılmıyor. Hansı haqdan danışırsan? Erməni qədələri ilə qucaqlaşmaq istəyirsinizsə, gedin harda, hansı otellərdə nə qədər edirsiniz edin. Amma bunun çıxışlarımızda, bunun televiziyalarda, bunu xüsusi bir videolarda çəkib yayınlamayın. Bizim erməni qadınlarına o münasibət kişilərimiz də olub. Nəticəsi də sonra ağır oldu. İndi bizim qızlarımızı Şəfəq Novruz kimi, o Samirə Əfəndi kimi bunların başa düşmürəm. Bu qədərmi siz vicdansız, əxlaqsız, mədəniyyətsizsinizmi? Gedin harda dünyanın hansı otellərini nə qələt edirsiniz, eləyin, əxlaqsızlar. Azərbaycanda şəhid analarının, şəhid ailələrinin, məcburi köçkünlərin yarasında az qanadı. Onlar qalxıb sizi beynəlxalq məhkəməyə verər. Mən şəxsən vəkil tutub, hüquqşünas tutub, hər ikisini məhkəməyə vermək istəyirəm. Bilirəm ki, bütün şəhid anaları da, şəhid ailələri də arxamdadır. Təşəkkür edirəm. Şəhla xanım, buyurun. Valla mən özüm ixtisasca musiqi müəlliməsiyəm. Səkinə xanımın sözünə qüvvət. O oğlanın oxuduğu o nəğməni mən heç sayıram ki, o gəlib orada o mahnı ilə iştirak elədi. Və o Samirə Əfəndini də mən şəxsən heç tanımıram. Birinci dəfə idi gördüm. Bu şovda gördüm. Bu səviyyədədirlər. Bəli, bu şovda gördüm. Mən bunu şov adlandırıram. Onu da heç tanımıram, heç görməmişəm də. Bir də ki, mənə elə gəlir ki, bu Samirə Əfəndi gündəmdə qalmaq üçün bu oyunu oynadı. Yəqin ki, gördü o heç kimdir. Yox, o gördü ki, heç kimdir. Başa düşdünüz? Belə elədi ki, bəlkə bu formada o görünsün də. Gündəmdə qalmış şəhid analarının sinəsinə ayağımı qoyub keçmək. O dərəcədə fikirləşmədi onları. Fikirləşmək üçün ağa oldu. Fikirləşmədi. Bir də mən onu demək istəyirəm ki, mən o bir erməni qadını çıxış elədi, o Samirə Əfəndiyə çox belə qəbul edilməz, ağır, təhqiramiz ifadələr işlətdi. Görəsən Samirə Əfəndi, sən bizim Azərbaycan qadınlarının tənqidindən, təhqirindən heç laf tutaq ki, onu qoyduq qırağa. O erməninin sənə qoyduğu o qiymətdən, o verdiyi dəyərdən, o sənin haqqında deyilən sözlərdən heç utandın mı? Mən bir kəlmə bu sualı verirəm. Elnur xanım, buyurun. Mən də bütün xanımların dediklərinə qoşuluram. Yəni doğru deyildi. İstər Samirə xanımın, istərsə də Şəfəq xanımın sözləri, davranışları, hərəkətləri doğru deyil. Bugün nə şəhidlərimizə, nə şəhid analarımıza, nə də ölkəmizə yaraşmayan bir davranışlardır. Yəni Samirə xanım başa düşürük, Euroviziyada iştirak eləmişdi bir vaxt. İndi də Qazaxıstanda keçirilən musiqi müsabiqədə iştirak elədi. Tamam, iştirak elədin, bal verdin, oldu yaxşı. Amma bu erməni kişisini yəni bu qədər yaxın, qucaqlamaq, nə bilim və s. bunlar yaramazdı. Bunlar olmazdı. Yəni bu şəhidlərimizə hörmətsizlikdir, qazilərimizə hörmətsizlikdir, bəli, Azərbaycan kişisinə hörmətsizlikdir, şəhid analarımıza hörmətsizlikdir. Doğru olmayan bir davranışlardır. Yəni bu çox mənfi bir hərəkətlərdir. Eləcə də Şəfəq xanım, anlayırıq, müəllimin olub, hörmətini ifadə edə bilərsən. Amma yəni bu qədər, bu erməni kişiləri ilə bu qədər yaxınlıq, bu nədir belə? Yaraşmaz, olmaz. Yəni sosial şəbəkələrdə erməni qadınlarının, bu qadınlar haqqında, xüsusən Samirə haqqında mən əfəndi deməyəcəm. Çünki Samirənin hərəkətləri millətinə qarşı əfəndi bir davranış deyildir. Xanımla yaraşmır. Xanım davranışı, yəni Samirə xanım düzgün etmədi. Yəni sosial şəbəkələrdə də erməni qadınları olmazın, yəni siz erməni kişilərin qucaqlamaq üçün bəhanə edirdiniz və s. və ilaxirə.
Yəni bunu necə qəbul edirsən qadınlığına, şəxsiyyətinə, mənliyinə varsa əgər necə qəbul edirsən? Yaraşarmı? Olmaz. Yəni millətinin, dövlətinin adına layiq olaraq davranmalı və hörmət gətirməlisən, nəinki baş alçaqlığı. Həqiqətən sosial şəbəkələrdə erməni qadınlarının o sözlərini eşidəndə, video çıxışlarda sözlərini eşidəndə, eləcə də yazılarda rast gələndə şəxsən mən çox utanc keçirirəm. Samirə Əfəndinin o əlində banan çox utanc verici bir hərəkətdir, çox biabırçılıqdır. Çox, yəni mən deyirəm ayıb olsun. Yaraşmaz, yaramaz belə bir davranışlar. Çox sağ olun, çox minnətdaram. Düşünürəm ki, Çox üzr bir kəlmə də deyim ki, deyir ki, erməni onun müəllimi olub. Bəs bu qədər bizim Azərbaycanlı müəllimlərimiz ermənilərin müəllimi olub. Onlar necə bunu tapdaladılar? Ermənilər məktəblərdə o qədər bizim müəllimlər onlara dərs keçir. Bəs onlar necə bunları tapdaladılar? İndi bu peşman olub saç kəsən şəfəq onu keçə bilmir. Milli, yəni insan olaraq sənin mənəviyyatının alçaqlığından, aşağılığından bunun xəbər verir ki, sənin nə qədər milli mənəviyyatın nə qədər aşağıdır ki, sən millətinə, dövlətinə, torpağın uğrunda şəhid getmiş, ölmüş, şəhid olmuş oğulların qanına hörmətsizlik eləyirsən. Sən o, necə deyim, o müharibənin dövründə o qadınların, anaların ağlaşmaların, sonra bəzi videolara baxırdıq, həqiqətən dözülməz bir şeylər idi. Onlara baxıb sən necə onlara qarşı bu qədər hörmətsizlik eləmək yaramaz, heç olmaz, olmaz. Əslində mənə belə gəlir ki, əvvəla sizlərə çox təşəkkür edirəm. Düşünürəm ki, sözlərinizi dediniz, deyə bildiniz. Sizin o yaralı, dərdli ürəyinizə qurban olun. O ağarmış saçlarınıza, o dərdli gözlərinizə, nəmli gözlərinizə. Siz bizim dəyərlərimizsiniz. Mən hesab eləmirəm ki, Samirə gələcəkdə bu vətənin övladı üçün ana olacaq. O mümkün deyil. Onun böyütdüyü, əgər varsa övladı özü kimi olacaq, ondan o tərəfə keçməz. Və inanıram və çox sevindim ha. Düzdür, mənə də dəydi o sözlər. Amma erməni qadınların Samirə haqqında yazdıqlarına, dediklərinə çox sevindim. Aldı alacaq. Samirə, sən erməni qadınların sənə yazdığı təntənəli sözlərə layiqsən. Bax, biz demirik ha, qucaqladığın oğlanın anası deyir. Onlar qədər. Samirə xanım onda gözünün qabağına gətirəydi ki, Xocalı faciəsində ananın kürəyində uşağı vurmuşdular. Ananın kürəyindən qan axa, uşağını Ağdama elə gəlib çıxmışdı. Ananın qılçaları, ayaqları yox idi, dizləri yox idi, kürəyində evladı həyatını tapşırmışdı. Yəni elə onları gözünün qabağına gətirsiniz. Azərbaycan qadını kimi, bir Azərbaycan vətəndaşı kimi, Azərbaycan şəhidlərini, Azərbaycan analarını, Azərbaycanın əsir balalarını gözünün qabağına gətirəydi. Yəni ona görə ona Azərbaycan qadını adı vermək olmaz. Azərbaycan qadını deyil.